baş hakim, hər şey hazırdı. Hər iki komandaya uğurlar. Rəqibini keçdi Emin Mahmudov. Emin'dən qapı önünə başla zərbə! Fernandes! Gəldi amma gerideydi amma topu komandasına qazanır. Kapitan iş başında. Emin Mahmudov. Emin sağında, Emil irəlidə Abbakar. Emil Səfərovla oynadı. Emil'dən yerini ötürmə. Vincent Abubakar! 1-0 Neftçi Şamaxı səfərində Vincent Abbakarın qolu ilə hesab irəli keçir. Sonlarına doğru irəliləyir. Neftçi səfərdə Şamaxını 1-0 məğlub eləyir Abbakarın qolu ilə. Rüfət Abbasovdan qapı önünü ötürmə. Ribeiro buraxdı. Şuaybu topa toxuna bilmədi. Həmlə Abdullah Rzoyev. Kərim Rossi daha bir zərbə. Bax bu da Kənan Pirişli. Şamaxı hücumları daha da təhlükəli olmağa başlayır. Ötürmələr gəldi. Top qapıdan keçir 1-1. Ötürmə. Qapı qarşısına başla zərbə və gol! Vincent Abubakar! Gol, 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 gol! 2-1! Ötürmə. Cərimə meydanı daxilinə Arslan Ağcıbəyov. Mustafa Sek. Abubakar qarşılıqlı. Qayda pozulub. Vincent Abubakar deyil. Mustafa Sek'di yerdə qalan, yerə yıxılan futbolçu. Tırlan 4-cü dəqiqə oynanılır. Baxırıq biz epizodun təkrarına. Bəli, Mustafa Sek topa ilk olaraq çatırdı. Ona qarşı Sezar Enrique qaydanı pozdu. Neftçi deyəsən qələbəni qoparır. 3 xalı götürür. Aha, Kamranbey Rəhimov var monitoruna gedir. Gördüyüm və bildiyim qədərilə. Kiminlə? Penalti! Oy oy oy! Bu necə bir sonluq, bu necə bir qarşılaşma. Sarı bələqə qaydanı pozduğuna dirsək zərbəsi indirdiyi cəsi zamanı Mustafa Sek'e göstərdi. Bax burada. Rossi Pirişə qarşı. Kərim Rossi, Kərim Rossi, Rossi! 2-2! Şamaxı hesabı bərabərləşdirdi. Kərim Rossi hesabı bərabərləşdirdi.